isə tərəf var. Tiri var. 12 tiri var, düzdür? 12 tiri var. Deməli, düzgün cavabımız 12 oldu. tiri var. Düzgün cavabımız isə bizə də burada tiri soruşur. Bəli, düzgündür. Növbəti bir şans. 6-cı misalda A ədədi 5-ə bölükdür, matematik qisməti 7, qalıqda 3 alınır. Deməli, bölünən, Bu bizim qaydamızdır. 5-ci sinifə keçirilən qaydamızdır. bölən, qismət. Deməli, bizə bölünəni A verir, böləni 5, qisməti isə Amma qalıq da yazmaq lazım. Qalıq da yazmaq lazım. qalığımız isə 3-dür. İndi biz bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub qalıqda üzərinə gəlməliyik. Bunun üçün 7-ni 5-ə vurub üzərinə 3 gəlirik. 18. Düzgündür, bəli. Növbəti 72. 7-ci sual. İkisi bərabərdə 7 bərabərləşməni və bəyanatlı ədədlərin cəmi tapılır. Biz birimizi burada ədədlərini çəkirik. Burada nöqtəmizi qeyd edirik. Burada qeyd tipdə işarə olduğuna görə, qeyd tipli bərabərlik olduğuna görə dairənin ikisini belirləyə edirik. Və bizdə kiçik olduğunu göstərdiyinə görə sol tərəfi işarə edirik. Və bizdə burada natural ədədlərin cəmini istədiyinə görə, natural ədədlərdə birdən başladığına görə bunların cəmini toplayır. Birdən 7 qədər olan ədədlərin cəmini toplayır. Yəni, bu işlətləmiş hissəmizdəki natural ədədlərimiz 7-dən kiçiyə doğru. 7, 6, 5, 4, 3, 2, 1. Və bizə bu ədədləri cəmi soruşur. Ona görə sən hansı toplamağa çalışırsın? Yəni, bu da bərabərlik yoxdur. Düzgündür, bəli. 78-ci sual. 78-ci sualda bizə bildirilir ki, səhvdəki şagirdlərin əlavəsi ingilis dilini, 12-si rus dilini öyrənir. Hər xarici dilini öyrənən 6 şagird, əgər 4 şagird heç bir xarici dil öyrənmişsə, sinifdə heç şagird. Bizə məlumdur ki, belə məsələlərdə ben diaqramından istifadə olunur və biz əvvəlcə ben diaqramını istifadə. Və bizə bildirilir ki, 6 şagird hər xarici dil öyrənir. Buna görə 6 nəfəri ortadan yazmalıyıq. Və biz ingilis dilinə baxırıq. İngilis dilində 6 nəfər zaten hər iki dili öyrənir. Buna görə yalnızca ingilis dilini öyrənən insan 10 nəfərdir. Burada 10 nəfər yazılır. Buna görə rus dilində də əvvəlki kimi 6 nəfər həm rus dilindən başqa ingilis dilini öyrənir və buna görə 6 nəfər yalnızca rus dilini. Daha sonra isə burada toplasın bütün burada verilənləri toplayırıq. 6. Daha sonra isə burada bildirir ki, 4 şagird heç bir xarici dil öyrənir. Ona görə 4-ünü gəlirik. 10, 6, 12, 4, 16, üstə 10, 26. Deməli, səhvini 26 şagird. 79-cu misalda cədvəldə 2023-cü və 2024-cü ildə gimnaziya qəbul olan oğlanların və qızların sayı verilmişdir. 2023-cü ildə gimnaziya qəbul olan qızların sayı 2024-cü ildə gimnaziya qəbul olan oğlanların sayı neçə faiz təşkil edir? Burada aşağıda bir cədvəl verilmişdir. Bu cədvələ baxanda aydındır ki, 2023-də qəbul olan qızların sayı 350-dir. 2024-cü ildə gimnaziya qəbul olan oğlanların sayı da 500 verilmişdir. Yəni, burada mənə lazımdır ki, 350, 500 neçə faizi təşkil edildiyi mənə lazımdır. Bizim də qaydamız var ki, əgər bizə 2 ədəd verirsən, A və B ədədi verirsən, A ədədi B-nin neçə faizini təşkil etdiyini tapmaq üçün A-nı B-yə bölüb 100% bulmağımız lazımdır. Eyni şey, bu ədədlər üçün tətbiq eləsək, 350-ni bölürəm 500-ə, bunda vuram 100%-ə. Təbii ki, burada sadə formada ixtisar aparsam, cavab oldu 70%. Sahələr cəmi 40 kvadrat santimetr olur. 2 oxşar üçbucağın oxşarlı dəmsəli 3 olarsa, böyük üçbucağın sayısını tapır. Biz bilirik ki, sahələr nisbəti kat kvadratına bərabərdir. Yəni, S1, S2 nisbəti kat kvadratına bərabərdir. K orada nəyi ifadə edir zəngəcəmiz? Oxşarlıq təmsəli. Burada üçbucaqlarımız çəkilir. Kiçik üçbucaq və böyük üçbucaq. S1 və S2. Daha sonra bizə oxşarlıq əmsalının K-nı 3 verdiyi üçün biz burada K kvadratın yerinə 9 yaza bilərik. Bunu da çarpaz vuranda S bərabər olur 9 S-ə. Burada da bizə deyir ki, sahələr cəmi 40 kvadrat santimetrdir. Ona görə biz sahələr topluyoruz. Yəni S plus 9S bərabərdir 40-a. S-in üzərinə 9S gəldikdə 10S bərabərdir 40-a. S-lə
ölçümdə sahələr cəmiyyətindən kiçik üçbucağın sayəsini çıxarıb, bərabərdir 36. Bəli, cavab düzgündür. Yəni cavabımız oldu. Böyük üçbucağın sahəsi 36 cəmi. Əli. 500 km olan iki şəhərdə eyni vaxtda qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobillərin sürətləri 73 km/saat və 80 km/saat olarsa, 3 saatdan sonra onlar arasında məsafə necə km olar? Birinci qarşı-qarşıya əgər iki avtomobil gedirsə, bizə məlumdur ki, bu zaman sürətlər toplanır və bərabərdir 70 80 Ondan sonra ise bize zamanımız verilmiştir. Bəli, bir zamanda K hərfi ilə işarət etməyimiz lazımdır. Bu zaman bize mesafeni soruştuğuna göre biz mesafenin düsturunu ve yumurta şeklinde yazırız. Aralarındaki mesafenin sayısı 500'lerde, 400'lerde sınavımız vardır. Düzgündür. Hörmətli şagirdlər, bu bizim monitorinqin sonuncu sualıydı. Mənə bu işlə yardım göstərdiyinə görə burada Zərnigara və Aliyə təşəkkür edirəm. İzlədiyiniz üçün çox sağ olun. Hər birinizə həm təhsil həyatında, həm həyatda uğurlar arzulayıram. Sağ olun.